yedi. Çöreği gətirdilər. Çöreği gətirəndə Peyğəmbər ki, dedi, aydı bismillah yiyə bilərik. O ətdən götürüb yemək istəyəndə Həzrət Cəbrail nazil oldu. Həzrət Cəbrail nazil oldu. Ya Rəsulallah dedi, hə, dedi, dayan, dedi, niyə? Dedi, o tükəni yemə, dedi, niyə? Dedi, zəhərləyiblər o yeməyi. Yaxşı, bura qədər, hə? Peyğəmbər tükəni saxladı, dedi, o qadını çağırırlar. Çağırırlar, qadın gəldi. Gələndən sonra dedi ki, sən bunu zəhərləmirsən? Dedi, bəli. Dedi, niyə? Dedi, sənə nifrətim var, dedi, nə nifrət? Dedi, hansı müharibədən ki, qayıdırsan, həmən müharibədə mənim yoldaşım da öldü, atam da öldü, oğlum da öldü, qardaşım da öldü. Sənə qarşı nifrətim vardı, dedim, bunu zəhərləyib verəcəm. Sən də demirsən ki, mən fəth eləyəcəm müəyyən yerləri. Mən deyirdim ki, doğrudan Peyğəmbərsənsə biləcəksən. Yalancı olsa yiyəcəksən, yalancısansa öl də. Peyğəmbər dedi ki, yox, indi nədir? Dedi, inandım ki, Peyğəmbərsə, dedi, dayan. Loxmanı götürdü, diyandı, üst baxdı səhabələrə, dedi, Bismillah, əş-şafi, Bismillah, əl-kafi, Kulu əla ismillah, Allah şafidir, Allah kifayət edir, mən yiyirəm, siz də yiyin. Hamısı yedi. Hamısı yedi, üstündən bir gün keçdi. Üstündən bir gün keçəndən sonra nə oldu? O birinci yiyən var idi, öldü. O birlər hamısı sağ idi. Tikə həmən tikədir. Amma Peyğəmbərdən qabaq düşür. O tikə onu zəhərlədi, öldü. Gəldilər, ya Rasulullah, cənazə yerdədir, ölüb qalıb. Niyə namazını qılırsan? Dedi, qılmıram o namazını. Dedilər, niyə ya Rasulullah? Dedi, ona görə qılmıram ki, Əmirül-Müminin Əli əleyhissalama hörmətsizlik edib. Dedilər, ya Rasulullah, zarafat edeyim də. Dedi, o kimdir ki, zarafat edir? Həddi nədir Əmirül-Mümindən zarafat eləmək? Hə? Həddi nədir? O cürə şəxsiyyətlə zarafat edənlər? Olmaz. Adam böyük şəxsiyyətin heysi